İnnel hamdəlillah və salatu və selamu alə Rasulillah və sahbihi ecmaîn əmmə ba'd. Əlifiyyə kitabının 32-ci beytindəyik. Qardaşlar, bu dərsə başlamamışdan, yəni bu beyti izah etməmişdən qabaq bir mülahizə var, ona toxunaq. Misal üçün, keçən dərsimizdə, yəni 21-ci beytdə bir qaranlıq qalıb, yəni qardaş açıqlamasını istədi. Bu qaranlıq nədir? Yəni kullu hərfin mustahiqun lil binə. Burada hərfi deyir. Sonra deyir ki, vel əslu fil məbni, artıq keçir başqa şeyə. Yəni bu hərfi bildik ki, yəni bütün hərflər məbnidir. Aydındır? Sonra deyir ki, məbnidə əsl odur ki, sukun olsun. Sukun olsun. Onlardan gətirir, ki, misal üçün əynə kimi, əmsi kimi. Bunu elə başa düşülməsin ki, bu hərf deyəndən sonra ki, yəni bütün hərflər məbnidir. Və elə başa düşülməsin ki, yəni əynə, əmsi, heysu kimi. Yəni elə başa düşülməsin. Yəni artıq keçir ümumi məbniyə. Burada artıq məbni də hərf də aiddir buna, isimlər də aiddir, bir də feillər də aiddir. Sadəcə ümumi bura kimi məlumat verir ki, bütün hərflər məbnidir. Sonra deyir ki, məbnilərdə əsl odur ki, sukunlu olsun. Aydındır, bu min də ola bilər, mən də ola bilər. Min misal üçün hərfdir, mən isə isimdir. Aydındır. Və yaxud da ki, alə, fi də sonu sukunludur. Yəni bunu diqqət yetirmənizi istəyərdik ki, yəni burada hərf deyəndən sonra burada müəllif keçir misallarda, yəni isimlərə. Yəni elə başa düşülməsin ki, bu əynə, yəni nədir? Hərfdir. Xeyr. Sadəcə məbniyə keçir ümumən. Artıq burada hamısı ona aid. Yaxşı, keçək indi bugünkü dərsimizə. Deməli, müəllif buyurur: bi əlfi irfa'il müsənnə və kilə izə bi mudmarin mudafən vusilə. İrfa əmrdir bu. Müsənnə və kilə. Bu da məfulun bihidir. Deyir ki, müsənnəni və kiləni, yəni bu ləfsi raf et əlif ilə. Yəni raf halının əlaməti əlif olacaq. Amma kilədə şərt qoyur. İzə bi mudmərin mudafən vusilə. Yəni bitişərsə damirə mudaf olaraq. Yəni kilə damirə mudaf olaraq, yəni birləşərsə. Yəni kiləhumə kimi. Kiltə kəzək. Yəni kiltə də yəni kilə kimidir. Kilə kimidir. Burada belə deyək. Kiltə mübtədadır. Kəzək xəbərdir. Sonra müəllif keçir. İthnəni və ithnətəni. Bu sanki bir yeni cümlədir, mübtədadır bu. İthnəni və ithnətəni, yəni bu kəlmələr, həm kişi cinsi, həm qadın cinsində olanlar, kə ibneyni və ibnəteyni yəcriyəni. Bu da xəbəridir. Bu mübtəda, bu xəbəri. Deyir, ibneyni, iki oğul, iki qız kimi nədir? Həyata keçirir. Yəni bunun irabı o cür həyata keçirilir. İsnəni, isnətəyni bunun kimi olacaq. Yəni isnəyni, isnətəyni, yəni rafalı əliflə, nasbı, cəri nə ilə? Kəsrə, yə hərfi ilə olacaq. Və təxlufu əl-yəu fi cəmi'ihə əlif cərran və nasban bə'də fəhsin qad ulif. Yə əlifdə əlifi əvəz edəcək. Yerinə keçəcək. Təxlufu, yəni xəlifəsi olacaq. Yəni əlifin yerinə keçəcək. Bu yə burada bu feilin failidir. Və bütün dediklərimizdə fi cəmi'ihə, bu dediklərimizin hamısında müthənnədə, kilə, kiltədə, isnəyn, isnətəynidə əlifin, o raf halının əlaməti olan əlifin yerinə yə olacaq. Nədə? Cər və nasb halında. Bu məfulü ləhudur.
Bəziləri buna hal deyir. Məf'ulun ləhudur, yəni buna görə. Cər və nasbda olduğu üçün. Bəğdə fəthin qad ulif. Alışmış fəthədən sonra, yəni öyrənişmiş, vərdiş etmiş fəthədən sonra. Nə deməkdir o? Yəni sən deyəndə ki, qələməni, kitəbəni, orada bə hərfinin üstündəki fəthə ki var, yəni əlif nundan öncə, hə? Ondan qabaqki, tutaq ki, əlif nundur, bundan qabaq 3 dənə hərfdir. Buradakı fəthə onu deyir ki, bu daim alışmış fəthəsi ki var bunun, adəti üzrə olan fəthədən sonra əlifin yerinə yə keçəcək. Olacaq kitəbeyni. Aydındır, kitəbeyni. Bunu nə üçün deyir? Yəni cəm müzəkkər səlimə, yəni oxşamamaq üçün. Görək indi İbn Aqil rahmehullah nə deyir? Zəkərəl musannif rahmehullah ennel mimme tenubu fihi el huruf anil harekatil esma'u sitte. Və qəd təqəddəmə kələmu aleyhə. Musannif rahmehullah hərflərin əvəz etməsini zikr eləyir, zikr etdi, yəni keçən dərslərimizdə, hansı ki, o hərflər nəyə əvəz edirdi? Hərəkələri. Onlar da nə idi? Əsmal sittə, həmişə xamsə demişik, əsmal sittə idi. Yəni biz onu əsmal sittədə hərflərin hərəkəsini əvəz etməyini müsənnif götürdü və qəd təqəddəmə kələmu aleyhə, yəni onlar haqqında biz artıq yəni söhbətlər keçdi. Aleyhə qayıdır, yəni əsma-i sittəyə. Yəni onları dedikdən sonra zəkərə müsənnə və huve mimme yu'rabu bil huruf və müsənnəni zikr elədi. Və müsənnə də hərflərlə irab olunanlardandır. Yəni hərəkəni əvəz edən hallara düşdükdə. Sonra və hadduhu, yəni tərifi, nəyin tərifi? Müsənnənin. Müsənnənin tərifini deyir İbn Aqil. Ləfzun dəllun aləl ithneyn. İkiliyə dəlalət edən ləfzdir. Baxın, burada dayanmadı. Niyə? İkiliyə dəlalət edən çox şey ola bilər də. Məsəl üçün, şəf'un sözü. Yəni, cüt deməkdir. Cüt deməkdir. Ona görə onu ikilikdə müsənnədən sayılmır deyənə tərifin nədir? Davamını deyir. Biziyədətin fi əxirihə. Əxirihə. Amma sonuna əlavə olunmaz şərti ilə. Yəni sonuna nə artırılır? Yəni əlif nun. Əlif nun. Və birbaşa əlif nunla niyə demədi? Çünki elə sözlər var ki, elə əlif nun var sonda. Misal üçün Osmanun, Sinvanun, Atşanun. Aydındır? Ona görə o onların əlif nun olsa da ikiliyə dəlalət eləmir. Və tərifin davamında deyir ki, salihun littəcrid. Yəni bu əlif nunu sən təcrid eləsən, əlif nundan təcrid olunsa, yəni istifadə eləməsən, onun təcridi yararlı olmalıdır. Yəni sözün kökü normal yenə də məna daşımalıdır. Aydındır? Misal üçün ona görə isnəni müsənnə sayılmır. İsnin qalır yerdə. Deyə bilərsiniz axı isnəni 2 deməkdir. Qardaşlar, 2 başqadır, ikilik başqadır. Aydındır? İsnəni 2 rəqəm deməkdir. Rəqəmin adıdır. Yəni isnəni 2. Amma qələməni ikilikdir, müsənnədir. Ona görə deyir ki, əlif nunu həmin o artılan əlif nunu ona təzədən ondan təcrid eləsək, yəni o təcrid eləmək prosesi əlverişli olsun. Və atfi mislihi aleyhi. Bu niyə cərdədir? Liyə görə. Yəni salihun lil atfi misli aleyhi. Yəni onun mislində olan atf ki var, o atfı da sən ona atf eləyəndə öz mislində olan kəlmələri ki, ona atf eləyəcəksən, hə? O yararlı olsun. Uyğun olsun. Nəyə? Yəni öz mislində olan sözləri
bir-birinə atf etmək də yararlı olsun. Nə deməkdir o? Misal üçün, bura yazdım. Zəhəbə raculun və raculun. Getdi kişi və kişi. Baxın, bu raculun sözü, hə, bu da raculun sözü. Bunlar ikisi də bir-birinə hərf bə hərf eyni misildədir. Hərəkələr də eynidir. Bunun əksini indi deyəndə siz başa düşərsiniz söhbət nədən gedir. Bunlar bir-birinə misildə atfı salih olsun, yəni əlverişli olsun, yəni uyğun olsun. Demək odur ki, bunun qeyri-salih tərəfi də var. Yəni atfdır, iklikdədir, hə? Amma atf mislihi qeyri-salih olan tərəfi də var. Nədir o tərəf? Misal üçün ərəblər deyəndə ki, əl-qamareyn, hə? Bu ikilikdir, bəli. Amma həqiqi ikilik deyil, müthənnə deyil. Niyə? Burada sən deyirsən ki, rəaytu əl-qamareyni. Mən 2 ay gördüm. Ay bir dənədir axı. Hə? Nə demək istəyir? Yəni mən qamər və şəmsi gördüm. Günəş və ay gördüm və ərəblərdə bu məşhurdur, bu cür demək. Yəni 2 qaməreyn deyəndə artıq hamısı bilir ki, yəni söhbət qamər və şəmsdən gedir. Baxın, burada atf mislihi olmadı. Yəni qeyri-salih salihin atf mislihi olacaq. Aydındır? Yəni çünki qamər başqa şeydir, şəms başqa şeydir. Və bunun özü də atf mislihinin əksi olan məsələ, yəni 3 yerə bölünür. Gəlin baxaq, yəni məndə bu mətbəədə o biri səhifədə verib. 66-cı səhifədə baxaq. Deməli 65-ci səhifəni oxudum. 66-cı səhifədə aşağıda qeydiyyat var Muhyiddin Rəhmanovun. Yəni sizdə də var. Ola bilər ki, sizdə indi səhifə məsələsində yəni müxtəliflik var. Çünki sizdə başqa mətbəədir. Hər bir halda yəni aşağıdakı təliqata baxarsınız, taparsınız bu cümləni. Burada qeyd edir ki, sirru hazil məsələt ənəhu yüştaratu fil müthənnə ən yəttəfiqə əl-ləfz mufradeyni və mənahu. Yəni burada bu ikilikdə ləfz, yəni mufrad ləfz ki var idi, bayaq dedik, yəni sözün kökü və onun mənası müttəfiq olmalıdır. Fəin ixtələfə ləfzən fil huruf, əv fil hərəkət, əv fil məna, deməli 3 yerə bölünür. Əgər müxtəlif olarsa ləfzlərdə, ləfzin nəyində? Deyək ki, hərfində, bu 1. 2. Hərəkəsində, 3. Mənalarında. Onda nə olacaq bu? Ləm təkun, yəni nə baş verəcək? Ləm təkun təsniyyətuhumə minəl müthənnə aləl təhqiq. Onda bu, həqiqi müthənnə sayılmayacaq. Buna mulhaq deyiləcək. Mulhaq deyiləcək. Gəl indi bu 1, 2, 3 dediyimizin şeyxin yəni buna uyğun olan misalını gətirir. Fə misal məxtəlifə əl-mufradan. Yəni fil huruf. Hərflərdə o birinciyə misal gətirir. Hərflərdə müxtəlif olanlar. Şəms və qamər. Fəqad qalu fihimə əl-qamarayn. Ömər və Əbu Bakr. Bu yəni məşhurdur. Adlar da deyənə bunu misal gətirir. Fəqad qalu fihimə əl-Ömarayn. Ömarayn deyəndə yəni artıq hamı bilirmiş ki, Ömər və Əbu Bakrdan söhbət gedir. Əbu Bakr Ömərdən söhbət gedir. Sonra vəl əbu vəl ummu. Fəqad qalu fihimə, bu məsələdə ərəblər necə deyir? Əl-əbuveyni. Aydındır. Bu nədə fərqlidir? Hərflərdə. İndi gəl və misal mə ixtələfə fil hərəkət, hərəkədə müxtəliflik ola bilər. Qovluhu aleyhissalatu vesselam Allahümmə ə'izzəl İslamə bi əhədil umareyni. Allahım deyir, İslamı izzətləndir 2 Ömərdən biri ilə. Yuridu qəsd eləyirdi kimi? Ömər ibn Xattab və Amr ibn Hişam Əl-Mükənə Əbu Cəhil. Əbu Cəhil künyəsi ilə künyələnmiş Amr ibn Hişamı nəzərdə tuturdu. Yəni ikisindən birini nəzərdə tuturdu. Baxın, Amr, bir də Ömər.
hərəkət dəyişikliyi var. Və amma Peyğəmbər sallallahu əleyhi və səlləm necə dedi? Ömərəyn. İndi isə yəni üçüncü və misal məxtələfə fihi mənada el-qələm əhsənu el-lisaneyni. Burada mənada, yəni lisaneyni bir qələm iki dilin ən yaxşısıdır. İki dilin ən yaxşısıdır. Burada məna fərqli var. Yəni qələm dil deyil axı. Bir var danışmaq, bir də var yazmaq. Aydındır? Yəni deyir o iki dildən ən yaxşısı nədir? Qələmdir. Yəni burada düzdür, qələm mübtədadır, burada qələmdir demək yeri yoxdur. Qələm, yəni mübtəda bu xəbərdir. Yəni ən yaxşısıdır. Dırdırı, yəni xəbəri qoymaq lazımdır tərcümədə. Yəni əksər halda. Deməli qardaşlar, bizə aydın oldu ki, yəni atf mislihi nə deməkdir? Deməli, həm də nə olsun? Atf mislihə uyğun olsun, yararlı olsun. Yəni əks halda həqiqi müsənnə yox, yəni mulhaq sayılacaq. Sonra İbn Aqil rahmehullah gətirdiyi tərif ki var idi. Bayaq götürdüyümüz ləfzun dəlun əl-ithneyn. Onu bir-bir izah edir. Fəyədxulu fi qavlinə ki bayaq ki ləfzun dəlun əl-ithneyn demişdik. Bunun içinə daxildir əl-müsənnə. Yəni biz normal bildiyimiz müsənnə, yəni əz-zeydəni kimi. Bir də və əl-fəzul mavduatu lil-ithneyn. Nəhvu şəf. Həmçinin də bunun içinə nə daxildir? Belə bu sözü dedikdə ikilik və o sözlər ki istifadə olunur ikilik üçün. Misal üçün şəf, cüt sözü. Yəni bu ikilik üçün istifadə olunan kəlmədir. Amma baxın sonunda əlif nun yoxdur. Şəfəni deyil. Şəfun sadəcə ikilik mənasını verir. Bu yəni sözü deyəndə artıq həm şəfun sözü ora daxil olur, həm də müsənnə. Və xarəcə bi qavlinə bi ziyadə nəhvu şəf. Amma biz ziyadə sözünü deməklə, yəni tərifindən sonra ziyadə sözünü əlavə elədik ki, şəfun sözü ortadan nədir? İstisna olsun, ortadan çıxsın. Sonra xaricə bi qavlinə salihun təcrid bu sözü deməklə ortadan nə çıxır? İthnəni kəlməsi. Niyə? Fə innehu la yasluhu li isqat ziyadəti minhu. Çünki onun sonundakı əlif nunu düşürdmək bu kəlməyə yararlı deyil. Yəni bu kəlmədə əlverişli deyil. Sən fələ təqulu, sən belə demirsən, ithnun. Yəni bu cür deyə bilmirsən. Yəni sonundakı əlif nunu düşürdü, bu cür deyə bilmirsən. Sonra və xarəcə bi qavlinə və atfi mislihi aleyhi mə saləhə littəcrid və atf qeyri aleyhi. Yəni bu sözü deməklə o kəlmələr ki var ki, əlləzi saləhə littəcrid. Yəni əlif nunu təcrid etsək uyğundur. Yəni əlverişlidir. Əlif nunun təcrid olunması əlverişlidir. Misal üçün qaməreyn kəlməsi kimi. Əlif nunu götürsə hə, qamər qalır. Amma və atf qeyrihi aleyhi. Yəni öz mislinə deyil, başqasının ona atf olunmasına əlverişlidir. Yəni qamarun deyil, qamar və şəmsdir. Ona görədir ki, atf mislihi aleyhi deyəndə və atf qeyrihi aleyhi məsələsi nədir? İstisna olunur. Fə innehu salihun littəcrid. Çünki təcridə yararlıdır. Fətəqul qamar. Və lakin yu'tafu aleyhi muğayiruhu və la misluhu. Lakin ona nə atf olunur? Başqası qoşula bilir. Öz mislində olan kəlmə qoşulmur. Bunu da yəni dedik, üç yerə bölünür. Nəhvə, qamər və şəms kimi. Və huvəl məqsud bi qavlihim əl-qamareyn. Və onlar əl-qamareyn deyəndə məqsəd nədir? Qamər və şəmsdir. Sonra və əşərəl musannif bi qavlihi
bi elf irfa el musenne ve kila, bunu şeirdeki bunu dedi. İşare edir neye? İle enne musenne yurfa bil elf ve kezalike şibhul musenne. Yani musenne, o həqiqi musenne ki var, əliflə raf olunur. Həmçinin musennəyə oxşayanlar da o cür olur. Və huve kullu, yəni musennəyə oxşar nə deməkdir? Və kullu mə la yasduq aleyhi haddul musenne. Yəni təsniyənin tərifini təsdiq etməyənlər nədir? Şibhi musennə sayılır. Təsniyənin tərifini tam özünə götürməyənlər şibhi musennə sayılır. Misal üçün dedik ki, ithnəni, ithnəteyni kimi. Və əşarə ileyhi musannif bi qavlihi və kilə, misal üçün kiləni də demək olar. Və kilə sözünə. Hə, bunu biz mübtəda kimi götürək, bunu xəbər kimi. Deməli, nə ki, musannənin tərifini təsdiq etmir və ikiliyə dəlalət eləyir ziyadə ilə və yaxud da ki, onun oxşarı, həmin onlar mulhaq musannə sayılacaq. Diqqətli olun, nə ki, musannənin tərifini təsdiq eləmir, amma yəni minəlləzi dəllə alə ismi bi ziyadətin. İkiliyə dəlalət eləyir və ziyadəti var. Sonunda əlif nun var. İsnənini deyir bu ilə. Hansı ki, yəni isnəni. Və yaxud da ki, şibhə. Şibhə nə idi? Deməli, kilə və yaxud da ki, kiltəni demək olar. Bu ziyadəyə qardaşlar şey də artırmaq olar. Yəni ikiliyə dəlalət edir ziyadə ilə qamareyn. Yəni qamarəni. İnşallah bunu deyir. Çünki bu şibhini gətirməklə bax deyir ki, nə ki, həddül musannəni təsdiq eləmir, hə? Amma ikiliyə dəlalət edir. Bir də ziyadəsi var. Yəni əlif nun. Əlif nunu var. Ziyadəsi də ikiliyə də dəlalət edir. Amma dedik ki, bu əlif nunu götürsək qamər qalır, hə? Amma necə qamər qalır? Öz mislində ona atf eləmək olmur da. Ona görə bu da mulhaqdan sayılacaq. Bir də şibhiyyə. Şibhi də nədir? Yəni kilə, bir də isnəni. Onlar nədir? Mulhaq musannə sayılacaq. Yəni həqiqi musannə sayılmayacaq. Necə ki, fəkilə və kiltə və isnən və isnətəni mulhaqatun bil musannə. Ki, onun mulhaqıdır, yəni musannəyə əlavə oldu. Yəni formal xarakteri daşıyır da belə. Əlavə olunub, ondan sayılır, amma həqiqi deyil. لأنها لا يصدق عليها حد المثنى لكن لا يلحق كلا وكلتا بالمثنى bu kila kilta musannəyə mulhaq olmayacaq. Yəni əlavə olmayacaq. Düzdür dedi, tam musannə, həqiqi musannə olmasa da mulhaqdır da. Amma mulhaqlıqda da şərt var. Yəni irabda əlif, əlifi olmasında rafda, yəni nasbda, cərdə, yə olması məsələsində bunu ki biz mulhaq elədik, yəni əlavə etdik musannəyə, hə? Onun özündə də şərt var ki, nə vaxt biz bunu bu kateqoriyadan sayacağıq ki, bu əliflə, bir də yənə nədir? İrab olunacaq. İllə izə udifə iləl mudmar. Yalnız damirlərə izafə olunduqda mulhaq olacaq. Yəni onların siyahısında olacaq ki, əliflə rafı var, nasbda cərdə isə yəsi var. Misal üçün, cəəni kiləhumə və rəeytu kileyhimə və mərartu bi kileyhimə və cəətni bunludur, kiltəhumə, hər ikisi yanıma gəldi. Və rəeytu kilteyhimə, hər ikisini gördüm. Yəni kiləhumə, yəni hər ikisi. Və mərartu bi kilteyhimə. Deməli, şərt nə oldu? Damir olsun. İndi deyir ki, fə in udifə ilə zahirin. Əgər birdən damirə deyil, zahir bir ismə izafə olunarsa, hər ikisi udifə. Kənə bi əlif rafman və nasban və cərran. Rafda da, nasbda da, cərdə də əlif olacaq.
Misal üçün, nəhv. Cəəni kilə raculeyni. Çünki ismi zahirdir. Mudmar deyil. Və kiltəl mər'ateyni. İndi burada elə də bilinmir. Zaten yəni raf halındadır. Yəni rafı da əliflə bilinir. Amma indi bura baxın. Və rəeytu kilə ər-raculeyni və kiltə əl-mər'ateyni. Yenə də baxın. Nə oldu? Əlif üzərində. Bunu yəni təqdirdə deyəcəksən. Ki, fəthə təqdirdədir. Məfulun bihdə rəaytu tu faildir rafil kilə məfulun bihdir. Və mərartu bi kilə ər-raculeyni və kiltə əl-mər'ateyni. Fəhədə qalə musannif və bu dediyimizi müəllif deyir ki, hansı sözü ilə başa salır bizə? Və kilə izə bi mudməril mudafən vusilə. Ki, beytindəki bu sözün məqsədi bu yuxarıda dediklərimizdir. Thumma bəyyənə ənəl ithneyn və ithnəteyn yəcriyəni məcrə ibneyn və ibneteyn. Sonra bizə nəyi bəyan elədi? İthneyn, ithnəteyn də iki oğul, iki qız sözündəki kimi nədir? İrabı bu cür cərəyan edəcək, bu cür baş verəcək. Yəni fə ithnən və ithnətəni mulhaqani bil muthənnə kəmə təqaddam. Yəni ithnən, ithnəteyni, yəni bunlar rafda əliflə, nasbda, cərdə isə ibneyn, ibneteyn kimi yəni olacaq. Necə ki, öndə keçdi. Və ibnəni və ibnətəni muthənnə həqiqə. Bunlar isə həqiqi muthənnədir. Ki, tərifə, %100 tərifə uyğun müsənnədir. Thumma zəkərə musannif rahmehullah ennel ya təxliful əlifə fil muthənnə və mulhaq bihi. Ki, yəni musannif dedi ki, ya, həqiqətən ya, əlifin yerinə keçəcək. Həm muthənnədə, yəni həqiqi muthənnədə, həm də mulhaqlarda. Nədə? Hansı halda? Hələtey, iki halda. Cər və nasb. Cər və nasb olaraq iki halında o cür olacaq. Və ennə mə qabləhə lə yəkun illə məftuhə. Və həqiqətən də nədir? Ondan əvvəl yalnız fəthəli olacaq. Yəni ondan əvvəlki hərf fəthəli olacaq. Misal üçün, rəeytu əz-zeydeyni kileyhimə. Yəni iki zeydi gördüm, amma bunu gücləndirici də gətirib. Hər iki zeydi gördüm. Baxın, həm həqiqi müthənnədə fəthə var, yədən qabaq, həm də mulhaqın özündə də yədən qabaq fəthə var. Və mərartu biz-zeydeyni kileyhimə və uhturizə bizəlikə anil yəl cəm. Bunu deməklə istisna oldu, yəni xarəcə, yəni cəm müzəkkər səlimin yəsi buradan istisna olundu. Və innə mə qabləhə lə yəkun illə məqsuran. Çünki cəm müzəkkər səlimin yəsindən əvvəl kəsrə olur, yəni müsliminə. Misal üçün, mərartu biz-zeydinə və səəti zəlik və bunun təfsilatı qabaqda gələcək. Və hasilu mə zəkərəhu ennəl müthənnə və mə ulhiqə bihi yurfəu bil-əlf və yunsabu və yucarru bil-yə. Xülasə odur ki, şeyxin dediyindən ortaya nə çıxdı ki, həqiqətən müsənnələr və ona mulhaq olanlar raf alındı əlif ilə, nasbda cərdə isə yənə bilinəcək. Və həzə huvəl məşhur və bu da yəni məşhurdur. Və sahih, yəni məşhur görüşdür, yəni yayılmış görüşdür. Amma İbn Aqil bu şeyə müxalif olmağını göstərir ki, və sahih odur ki, ənəl irabə fil müthənnə və mulhaq bihi bi hərəkətin müqəddərətən alə əlf rafhan və liyəi nasban və cərrən. Yəni, biz qələməni deyəndə əlif damməni əvəz edib yox, deyəcək ki, yəni bu İbn Aqilin rəyinə görə, deyəcək ki, əlif üzərində dammə təqdirdədir, nasbda cərdə isə yə üzərində nasbda fəthə təqdirdədir, cərdə isə kəsrə təqdirdədir. Yəni, bu cür bir irab edəcəyik. Sonra gətir ki, və mə zəkəru əl-musannif min ennel müthənnə və mulhaqə bih yəkunəni bi əlif rafhan və bilyəyi nasban və cərən huvə məşhur fi lüğətil ərəb. Burada müsənnifin dediyi ki, həm həqiqi müthənnədə, həm mulhaqlarda hər ikisində rafda əlif ilə, nasbda cərdə isə yə ilə olur. Huvə məşhur, bu ərəblərin dilində məşhurdur.
Və minəl ərəb, amma ərəblərdən bəziləri mən yəcəlu, o kəslər ki, hansı ki, yəcəlu müthənnə və mulhaqa bihi bi əlfil mutlaqan. Yəni əlfi mütləq şəkildə hər üç halda əlfi nə edirlər? Əlamət görürlər. Rafda da, nasbda da, cərdə də əlfi mütləq şəkildə edirlər. Yəni o cür halın əlaməti edirlər. Və yəqul deyirlər ki, cəə zeydəni kilahuma, rəaytu əz-zeydəni kilahuma və mərartu biz-zeydəni kilahuma, bu cür deyirlər. Subhanəkallahumma bihamdik, əşhədu an la ilahe illə əntə, əstəğfiruka və etûbu ileyk.